bu TikTok'dan izləyirdim. Və məndə çəki problemi birdən-birə biraz üzr istəyirəm hamıdan. Orqanizma sağlamdı, yeyirdim da, dayanmırdı. Yemək nətəri yeyirdim, özdəki yemək var. Ha, oldum düz 130 kilo. 128 kiloda dayandım uje. 128 kilo olanda gördüm ki, başladı bütün xəstəliklər baş qaldırmağa. Təngə nəfəslik, gecə yuxusuzluq, narahatçılıq, hamısı qarışdı bir-birinə. Bir gün baxdım ki, bu qardaş bu TikTokda oturubdu, bunu belə yeyin, bunu belə yeyin. Başladım izləməyə. İzləyəndən sonra keçdim bizim Roman qardaşımız dediyi metoda. Və ya xanım deyir, ha, turş, şirin, nə bilim, acı, hamısını qatıb qarışdırdım mən də bir-birinə. Başladım bir dəfə orqanizmanı dinləməyə da. Yeməyi yeyirəm, keçən dəfə Roman sənlə söhbət elədik. Yeməyi yeyirəm, bir yeməyi tuturam. Bax, qreskanı bayaq söhbət elədim. Qreskanı yeyəndən sonra özü mən qreskanı şeydə hazırlayırdım. Bu ətin suyunda da onları hazırlayıb qoydum bir kənara, onda da hazırlayırdım. Qreskanı göyərti ilə, salatla, zadla yeyirdim. Yeyəndən bir saat sonra bir stəkan çay içirdim. Çay içən kimi gördüm ki, vəziyyət qarışdı. Mədən başlayır narahat eləməyə, o joga tipli bir narahatçılıq gəlir. Qaldırdım saat yarıma. Gördüm saat yarımdan sonra biraz azaldı. Onu qaldırdım 2 saata. 2 saata qarışdırandan sonra gördüm ki, orqanizma sakitlədir. Deməli, nə etmək lazımdır? 2 saatdan tez yemək yemək olmaz. Çay içmək, heç bir şey qəbul eləmək olmaz. Çay içəndə, axı, çay, biz öyrənmişik, çay ya varenlə içirik, ya da ki, hökmən o roman sözü olmasın, böyründə, yanında, ətrafında o şirniyyatla onu biz onu axı biz yüngülləşdirməliyik axı. Yeməyi yiyəndən sonra şirniyyatla içdim, gördüm yenə məni narahat elədi. Başladım bir dəfə balans eləməyə bunu. Yeməyi başladım, balans elədim. Yeməyi balans eləyəndən sonra gəzirdim 5 kilometr, qaldırdım elədim onu 10 kilometr. Və belə özümü sıxışdıra düz 30 kilo mən zəiflədim. Roman da məni görübdü. Mənim bədənimdə bir dənə artıq bir şey yoxdur. Boy puxundakı var, ha, 1.87 boyum var. Onların hamısını əritdim getdi. Və özümü də çox gümrah hiss edirəm. Deyilən şeylərin Allah köməyin olsun. Onların hamısı sənin sayəndə olubdur. Və mən sənə orada dedim də. Yox, əlaqə olmasa da bir insan insana baxanda motivasiya yaranır da onda. Siz o boyda ağır xəstəliklə mübarizə apara bilirsiniz. Biz buradan bura bu nəfsimizə şiş soxa bilmirik da. Belə deyim də qrubu. Mən onu deyirəm də, buradakı qardaşların da, bacıların da hamısına bu sözü deyirəm. Vallah billah sağlam orqanizma o qədər gözəl özü hiss edirsən, o qədər gözəl beynə ideyalar gəlir, o qədər xoşbəxt olursan ki, heç onun tay bərabəri yoxdur. Bax, bax Səidə xanım yazıb ki, turşuluq məni öldürür. Siz inanın Allaha, onların hamısı xırda şeylərdir. Bax, o qədər mən heç nə demirəm. Ha, mən sadəcə olaraq Ramanın videolarını mən izləyirdim, videolarını da sadəcə olaraq. Onlara riayət edirdim. Siz təsəvvür eləyin də, bax, biz bugünkü gün mən o qədər adamlar görmüşəm ki, bu rak xəstəliyinin adı gələndə, xərçəng xəstəliyinin adı gələndə panik atak başlayır, özü özünü, heç xəstəlik onu o qədər öldürmür, onun o panikası onu öldürür. Bu adam o xəstəliklə mübarizə apara özü-özünü müalicə edir. Biz niyə axı bu orqanizmamıza yəli yeyib bu nəfsimizi kəsə bilmirik ki, biz sağlam olaq? Niyə? Vallahi boş şeylərdir. Vallahi billahi. İndi bax mən üzr istəyirəm, hamınızdan üzr istəyirəm. Mən o qədər yeyirdim ki. Yəni bunun həddi hüdudu yox idi da. Həddi hüdudu yox idi.
Yo, onu da deyə bilərəm. Problem yoxdur. Mən getdim, əməliyyat oldum. Bax, hamıza da deyim buradan. Özdəki 20 gün içərisində 3 dəfə əməliyyat elədilər. Zəng gəldi, keçdim bu tərəfə. Demirlər 20 gün içərisində məni 3 dəfə əməliyyat elədilər. Üçüncü dəfə əməliyyat eləyəndə mənə dedi ki, sən qalmalısan burada da. Deməli, deməli inanın Allaha, inanın Allaha. Bizdə bir saniyə qardaş. Deməli, həkim mənə deyir ki, sən burada yatmalısan da. Özdəki, da üzr istəyirəm, Türkiyənin ən bahalı xəstəxanalarından birində yatıram. Professorlar da yığışıbdı, bir 3-4 nəfər yığışıbdı. Canavar professorlardı, ha. Canavar professorlar, bərəkət haqqı. Türkiyənin yanına ən bərk gedən professorlardı. Dedim ki, mən gedirəm buradan. Mən də ki, əməliyyatdan bir 2 saat olardı çıxmışam. Hələ narkozun altında belə gizəllənirəm. Dedim, qolumda da sistemi almışam sol əlimə, sağ qoluma da sistemi qoşublar. Sol əlimdə tutmuşam. Deyirəm ki, mən buradan gedirəm. Deyirsən, hara geyirsən? Deyirəm, mən çıxacam da buradan, все. Mən uca beynimdə roman deyib tutmuşam buradan da. Yapışdırmışam, bura. Dedim, mən buradan çıxmalıyam. Dedi, sən gedə bilməzsən. Dedim ki, gətirin bura, mən qol çəkirəm da, raspiska cavabdehliyi öz üstümə götürürəm, mən çıxacam buradan. Dedi, sən gedə bilməzsən, dedim, qaçacam onsuz. Sən buradan gedən kimi mən qaçacam. Məni buraxın. Sistemi də təzə qoşublar. Vallah billahi, bax, Allah'ın da olsun, bax, inanın Allah'a. Məcbur məni buraxdılar oradan. Məcbur buraxdılar, bir təri bir cür daha üzr istəyirəm hamınızdan. Üstümü başımı geyindim. Əlimdə sistem özüm atdım maşın içərisinə. Mənə dedilər, maşın sürmək olmaz sənə da. Sən narkozun altındasan. Sistemi sağ tərəf Sideniyanın podqalovnikindən astım. Bir əlimdə burada sistem gedir sağ qoluma. Sol əlimdə sigaret də çəkirdim. Ha, oturdum maşını, xodladım, çıxdım. Təsəvvür eləyən ki, İstanbulu yeli çıxdım da. Çıxandan sonra gördüm ki, sürə bilmirəm maşını. Çəkdim zapravkada, bir saatda zapravkada yatdım. Ondan sonra çıxdım, getdim evə. Getdim, çıxdım evə gedib çıxandan sonra başladım. Niyə qaçdım? Bax, xanım yazır, niyə qaçdın? Çünki gördüm ki, həkimlər məni öldürəcək. Mənə roman lazımdır, həkimlər yox. Gördüm ki, həkimlər məni öldürəcək. Vəsiyo, mən ölməyə doğru gedirəm. Kəsib tökürlər yerə məni. Gəldim, çıxdım evə. Təsəvvür eləyən ki, romana söhbət elədim da. Yeriyə bilmirdim, ha. O vəziyyətdəydim. Yavaş 200 metrdən qaldırdım düz 5 kilometrə. Mən gündə belə deyim sizə də, gündə bir 20 kilometr velosiped sürürəm, ən aşağısı bir 15 min addımda atıram. Hər gün. 200 metr mən yeriyə bilmirdim. Bax, bu kişiyə mən qulaq astım, videolarını qoydum, gedə-gedə keçirdim, naushnik keçirdim qulağıma, yeriyə. Yenə danışığa qulaq asırdım, Dedim, ha kişi, bunun 70 kilo çəkisi yoxdur, mənim də 130 kilo çəkim var, 1.87 boyum var. Bu buna qalib gəldi, mən qalib gələnmirəm xəstəlik. Məndə də özdə xəstəlik, ciddi xəstəlik yoxdur ki. Mən buna niyə qalib gəlməyim? Onu beynimə soxdum o vəziyyətdə, başladım o şeylərə mən tətbiq eləməyə, o deyilən şeylərə. Bərəkətə and olsun, nə qədər evdə vermeşil, makaron, düyü, tava, onların hamısını götürdüm, verdim qonum qonşuya. Evdə heç nə saxlamadım. Keçdim, oturdum, ancaq alaq elə, nə deyirlər onlar? Göyərti, kartoşka evə almıram, kartoşka qəti almıram evə, kartoşka söhbəti yoxdur. Bax, analizləri verdik də, insulin dirənci, bax, məndə şəkər, təzyiq, köhlük, hamısı baş alıb gedir. Bu prosesdə olub, bax, əziz dinləyicilər, bax, bu proses olubdur, avqustun 28-dən dekabrın 26-sına qədər. Bax, o qısa bir müddətdə mən bu xəstəliklərin hamısını üstündən qaldırdım.
Vallahi bir kəlmə bu kişidən məsləhət almamışam. Bax, and olsun biz yaradan Allaha. Bax, üzü üzümə baxır, gözü gözümə. Bax, gəldim bu dəfə tanış oldum, dedim mən bu kişini mən üzbəsürət görmək istəyirəm. Mən deyir ki, bax, bu adamın oxuması yox, yazması yox. Bu adam doktor değil, profesör değil. Ya oğlum deyir, sen bunu nasıl dinləyirsən? Biz sana söylüyoruz. Bunlar da ki, deyirəm sizə, böyük professorlardır. Amerika, İngiltere, Fransa'da okumuş adamlardır. Sen deyir, biz söylediğimize imtina edirsən da. Dedim, mən imtina edirəm da. Mən dedim, reallığa baxıram. Bu adam realdır. Bugün bu adam real olarak yaşayır. Bu real olarak öz-özünü müalicə edir. Mən deyirəm, bu adam dediği yoldan gedəcəm. Və orada mən yavaşcana axırda qapıdan çıxanda gördülər ki, Nastayevi eləmişəm də, getməyəcəm da. Dekabrın 26-sında gedib mən analizləri verəndə təzədən. Mənə dedi ki, baxdı analizlərə, mənə dedi ki, sən bu lazımdır, bu lazımdır, bu lazımdır. Sənə bu dərmanları da qəbul eləməlisən. Deyir, bilirəm, zaten qəbul eləməyəsən. Ancaq yenə biz yazaq da protokol üzərindən biz gedək. Dedim, yaz. Yazandan sonra qapının ağzına satanda gəldi mənimlə görüşdü. Qulağıma yavaşcana qulağıma pısıldadı. Dedi, sən doğru yoldasın. Bax, bunu da mənə dedilər. Ona görə vallahi billahi özünün bax, Raman, gəl sənə bir qardaşımın bir şey deyim da. Mən də ali təhsilim var, 2 dənə ali təhsilim var. Özdəki azdan çoxdan bilirsən, haralarda işləmişəm, nə eləmişəm, nə qarmışam. Onların hamısını qoy kənara. Mən sənin sifətə baxanda, səndəki sifət cizgilərinə baxdım ki, maşallah yanaqların qıpqırmızıdır. Bax, buradan kameradan görülmür. Sağlamlıq oradan kənardan özünü sağlayır ki, mən sağlamam. Yeməyə də baxdım, yemək nə formada yeyirsən. Sənin iradəyə mən baxanda, vallah billah mən həsəd aparıram. Halaldırsa. O qədər iradəlisən ki, səndə olan iradənin 5%-i məndə var. 5%-i. Mən o 5%-ilə özümü gətirdim, bugüne qoydum. Axı bizim xalqımız dəyərli xalqdır, bizim xalqımız, hər tərəfli biz dəyərli xalqıq. Biz niyə buna riayət eləmirik? Niyə? Çünki bu qardaş səhərdən axşama qədər ancaq insanları başa salır, insanlara mütaliə verir ki, mütaliələndirir ki, bax, belə eləyin, belə eləyin, belə eləyin. Sizdən çörək istəmir, su istəmir. Bir dənə qalıb ki, da o vandanın içərisində oturanda çəkib göstərəcəm da. Vallahi eləyin, vallah billah. Özdə ki, bu bir gündən belə deyim də sizə, bax, indi burada bu can arğayanların hamısı 30 yaşdan yuxarıdır da. Siz təsəvvür eləyin ki, 5 il indi körpə vaxtı o orqanizma öz-özünü adaptasiya edir da. 25 il sən bu xəstəliyi yığıbsan üstə, istəyirsən ki, 10 günə sən özün müalicə eləyəsən. Bu yalandır, bu ola bilməz. Ola bilməz bu. Bu mümkün deyil. Raman, məndə deməli yarım litrlik Borjomi butulkaları var, şüşə butulkadır. Mən artıq suyu ölçü ilə içirəm ki, bu 2 litrdən az olmasın. Və onu isti vəziyyətdə mən səhərdən axşama qədər o suyu içirəm. Və onu da mən çabırdat edirəm. Niyə eləmək axı? Öyle bir böyük bir problem yoxdur burada. Biz sadəcə olaraq bunu çeviririk problemə. Ehtiyac yoxdur bunu problemə çevirmək. Biz sağlam yaşamalıyıq. Bu insanın dediği ancaq deyir ki, sağlam yaşa. Bax, bir nəfər gəlsin barmağını püysün desin ki, bax, bu Raman o Nefsaladandır, mən Naxçıvanlıyam. Ha, bunu da deyim sizə. Nə qohumluğumuz var, nə qonşuluğumuz var. Bax, heç bir əlaqəmiz yoxdur bu qardaşına. Sadəcə olaraq bu insanlara düzgün yaşamaq üçün səhərdən axşama qədər özünü bax, bu canlılarda da tükədir da, suallara baxın. Görün, nə qədər sual gəlir bu adama. Və bunun dediyi odur ki, riayət eləyək də, nə olar ki? Gəlin hamımız riayət eləyək, sağlam yaşayaq da.
Sağlam yaşamaq həm vətənimiz üçün bizə lazımdır, həm torpağımız üçün bizə lazımdır, həm milli atributlarımız üçün bizə lazımdır, həm ailəmiz üçün bizə lazımdır. Birinci növbədə özümüzə lazımdır. Niyə eləmirik biz bunu? Dedim axı mən sənə. Mən sənə bəli, bəli, bəli. Bəli. Özümüzə baxmırıq Fidan xanım, düzdür. Bax mən Ramana söhbət elədim, dedim Raman, mən özümü çöldə olanda elə bildim ki, məndən o yana yoxdur da, vəsə. Elə ki, məni tutdular qolumdan, üzr istəyirəm, hamınızdan üzr istəyirəm. Soyundurdular, o kəfəni geydilər, apardılar, atdılar ağ otağa, hər tərəf divarlar ağappaq. Qapı da burada avtomatla bağlanır. Çöldən bağlanır, içərdən açılmır. Məni atdılar ora, o seletə durdum ki, məni aparacaqlar əməliyyata. Girdim içəri, nə telefon var, nə paltar var, nə əlim bir yerə çatır. Sağa sola baxdım, dedim, kül olsun mənim başıma, gör mən özümü nə günə salmışam. Məni gətirib soxurlar bura. Kül olsun mənim başıma. Mən, Raman, mən səhvliyim bilsən harda oldu? Mən səhvliyim orada oldu ki, avqust ayında verdiyim analizləri gətirib sən göstərmədim. Avqust ayında olan analizləri verəydim, bugünkü analizlərlə sən onları müqayisə edəydin. Görəydim mən nələrdən keçdim. Oradan burada deyirdi, bu biri telefonu qoymuşdum yanıma ki, dediklərini zaps eləsin, yadımdan çıxmasın. Deyir, filan ot içmək lazım, filan ot içmək lazım, filan ot içmək lazımdır. Onları burada Azərbaycan dilində deyirdi, mən onu sevirirdim türk dilinə, gedirdim burada axtarırdım, başladım onları tapmağa ki, bu çay mən dəmləyirsin. Allah gözəl. Sən gözəl gözlərlə baxırsan, ona görə mən gözələm. Allah səni var eləsin. Sağ ol, var ol, əziz olasan. Əziz olasan. Allah var eləsin. Allah bütün bu Azərbaycan xalqının üstündən səni əski eləməsin. Sən dəyərli qardaşsan, sən dəyərli Azərbaycan vətəndaşsan. Bizim üçün çox dəyərlisən. Sən qədri bilmək lazımdır. Ay bax 560 nəfər. Vallah bu kişinin qədrini bilmək lazımdır. Bu adam səhərdən axşama qədər təbliğ eləyir ki, düzgün yaşayın, düzgün yeyin. Bu nə deyir bizə? Başqa bir şey demir axı. En azından burada bak Raman ne derim, en azından burada analar var da, en azından o analar evlatlarını düzgün qidalandırırlar. En azından. Onları eşidirlər, bu gözəl yaşama eşidirlər, bu gözəl təmiz yaşamağı eşidirlər. Bilirlər nə demək lazımdır. Bilirlər nə yedizdirmək lazımdır uşağa. En azından bax burada analarımız, bacılarımız var bizim. Allah hamısının köməyi olsun. Uşağı əvvəldən elə onun sistemini düzgün qursaz, vallah billah o 60-70 yaşına qədər də sağlam yaşayacaqdır. Öpürəm. Öpürəm səni, bağrıma basıram. Səni gördüksə mən istəyirəm ki, duram gedəm yenə yeriyəm. İnanırsan? İstəyirəm indi gedəm yenə yeriyəm. Öpürəm. Yox, sən yatmaq vaxtındır. Keçib yatmaq vaxtın. Öpürəm. Öpürəm səni qardaş. Var ol. Sağ ol. Var ol. Öpürəm. Sağ ol. Sağ ol.